Allah'a yaxınlaşmaq üçün nə edin? Allah'a yaxınlaşmaq üçün qorb deyirlər də buna. Qorb məqamı. İnsan gərək neynəsin? Sibqət eləsin yaxşı əməllərdə. Əs-sabiqun fəs-sabiqun ulaikəl muqarrabun. Yaxşı əməllərdə sibqət eləyənlər, xeyir əməllərdə yarışanlar, onlar müqərrəb insanlardır, Allah'a yaxın olan insanlardır. Nə mənadır? İnsan çalışmalıdır, yaxşı əməldə özün versin qabaq. Başa düşürsən, bəzi adamlar elə belə deyək də, elə hamını verir qabağa, özü oturur kənarda, idarə belə deyək də, zirək insandır da, amma daha bilmir ki, məhrum insandır, zirək insandır. Zirək insan odur ki, axirətini, aqibətini düşünür. Hələ hamını belə deyək də, elə işin tapşırı ona, işi tapşırı buna, özü kənardan otur, elə yata, buna zirəklik deməzlər ki. Bu, özü geridə qalır. Sibqət odur ki, insan niyə? Yarışa, yaxşı əməllərdə, xeyir əməllərdə. Ona görə Əziz Allahımız bir ayədə buyurur, sariyu, tələsün, bir ayədə buyurur, firru, qaçın, bir ayədə buyurur, sabiqu, sibqət edin, yarışın. Əgər sibqət əhli olsaq, yaxşı əməllərdə önə keçə bilsək, müqərrəb də ola bilərik get-gedə.